Dünən bir dənə də xəbər paylaşmışdım ki, deməli Paşinyan qudurğancasına öz dövlətinin büdcəsini talayır. Belə ki, qərar verilib ki, yeni doğulan uşaqlara təxminən $700 civarında ailələrə pul veriləcək birinci uşağa görə. Bir yerdə oxudum ki, hətta ikinci uşaq üçün də yardım nəzərdə tutulur. Azərbaycanda isə bu rəqəm 3 dəfədən azdır. Belə bir video çəkdim, yaxşı bir şərh gördüm orada. Bir neçə belə bir şərh var. Deyir ki, Ermənistanda, Gürcüstanda, başqa ölkələrdə uşaq doğulanda dövlət vətəndaşlara pul verir. Bizdə isə tərsidir. Biz veririk. Yəni uşaq doğulanda Azərbaycanda indi mən rəqəmlərdə yanıla bilərəm, siz düzəldərsiniz. 1000-1500 manat valideynlər doğum evinə rüşvət verir ki, uşaqları qəzasız, bəlasız dünyaya gəlsin. Yəni tam tərsidir. Bu da yəqin belə izah oluna bilər ki, kimin pulu çoxdur o verir də. Bu fiskanın məşhur bir qanunu var, bilirsiniz, orta məktəbdən öyrənmişik. Əyri qablar prinsipidir. Yoxsa birləşmiş qablar. Birləşmiş qablar, bu da o deməkdir ki, 2 qab götürürük, onları bir-biri ilə birləşdiririk. Suyu hansı qabda çoxdursa, o birisinə axır və bərabərləşir. Yəqin Azərbaycanda da əhalidən yığılan bu çoxlu vergilər, cərimələr, rüşvətlər ona görədir ki, Birləşmiş qablar prinsipinə görə bizim pulumuz hökumətdən çoxdur, ona görə hökumət tərəfə axır. Amma İlham Əliyev görürsünüz bunu təkzib edir də, deyir ki, mənim pulum hamıdan çoxdur. Dövlətimizin pulu o qədər çoxdur ki, borcların 1-2 ayın içərisində tamamilə bağlaya bilər.